Deməli, BMW C30'lu avtomobil arxası haqqı yoxlanış elədiyi avtomobilə alan adam da buradadır, satan adam da. Allah hər ikisinə xeyir versin. Deməli, maşını qaldırdı yuxarı birinci askı sistemini yoxlamağa. Periodokda razvanilər dəyişilməlidir. Karter prokladkasından yağ axıdır. Bunlar B46 motordur. B46, B48, B58 bunların hamısında antifriz problemi olur. Elə biri də bundadır. Deməli, su radiatoruna çıxıb bloka bağlanan üst qıraq tranikdən antifriz axıdır, kitabçıdan antifriz axıdır. Daha sonra isə motor paduşkaları dəyişilməlidir. İndi də keçmişik növbəti prosedur motorxana yoxlamamağına. Deməli, endoskopi kamera ilə Porsche'nin başına baxırıq. Porsche'nin vəziyyəti salamatdır. Salamatdır, Porsche'nin bir şey, problem yoxdur. Birinci silindirdə normaldır. Amma sveçalar, alaşma şamları qaz buraxıb. 95 ilə 92 qaçışdırıb sürülüb. Görürsünüz vəziyyəti qaz buraxmaları. Amma sveç orijinaldır. Alaşma şamları dəyişilməlidir, yenisinin əvəz olunmalıdır. Farsonkaları yuyulmalıdır, müştəri istəyinə uyğun olaraq. Daha sonra isə mühərriklə bağlı hələ ki bunlardır. Bir də ki kompresiya ölçülməlidir ki, mühərrikin kompresiyası nə qədərdir. Çox, bağlı.